Salam hər kəsə. Bugünkü burc proqnozlarına xoş gəlmisiniz. Bu videoda ulduzların sizə nə mesaj verdiyini, gününüzün necə keçəcəyini və hansı fürsətlərin qarşınıza çıxacağını öyrənəcəksiniz. Unutmayın, bəzən bir cümlə bütün gününüzü dəyişə bilər. Ona görə sona qədər izləməyi unutmayın. Gəlin baxaq, bugün ulduzlar sizin üçün nə hazırlayıb? Koç burcu. Bugün Koç burcu üçün adi görünən hadisələrin arxasında maraqlı dəyişikliklər gizlənə bilər. Səhərdən etibarən özünüzü daha enerjili hiss edəcəksiniz. Boş dayanmaq əvəzinə hərəkət etmək istəyəcəksiniz və bu hiss sizi yeni imkanlara yaxınlaşdıra bilər. İş və gündəlik fəaliyyət zamanı bəzi anlaşılmazlıqlar yarana bilər. Kimsə sözlərinizi düzgün başa düşməyə bilər. Belə hallarda əsəbləşmək əvəzinə sakit qalmaq daha faydalı olacaq. Bugün verilən bəzi qərarlar gələcək aylarda da daha təsirini göstərə bilər. Maddi məsələlərdə diqqətli olun. Kiçik görünən bir fürsət gələcəkdə daha böyük qazancın başlanğıcı ola bilər. Qarşınıza çıxan təklifləri diqqətlə qiymətləndirin. Ailə daxilində isə mehriban münasibət böyük rol oynayacaq. Yaxınlarınız sizin diqqətinizə ehtiyac duyurlar. Səmimi söhbətlər münasibətləri daha da möhkəmləndirə bilər. Gün ərzində planlarınızı dəyişdirən gözlənilməz hadisələr də mümkündür. Sevgi həyatında ürəyiniz susmaq istəmir. Uzun müddətdir içərinizdə saxladığınız hisslər üzə çıxmaya başlayır. Əgər dəyər verdiyiniz biri varsa, bunu göstərməkdən çəkinməyin. Bəzən bir səmimi cümlə hər şeyi dəyişə bilər. Axşam saatlarında tək qalmaq və düşünmək istəyəcəksiniz. Açıq səma altında keçirdiyiniz qısa vaxt belə sizə rahatlıq gətirəcək. Bugün hiss etdikləriniz gələcək addımlarınız üçün vacib bir işarə ola bilər. Özünüzə qulaq asın. Çünki cavab axtardığınız sualın acarı elə daxilınızdadır. Boğa burcu. Bugün Boğa burcu üçün sakit görünən, amma əslində vacib hadisələrlə dolu bir gündür. Xaricdən hər şey adi görünə bilər, lakin daxilinizdə bəzi mühüm qərarlar formalaşır. Tələsmədən hərəkət etmək sizə üstünlük qazandıracaq. Maliyyə məsələlərində diqqətli olmaq lazımdır. Pulun dəyərini daha yaxşı anlamaq və lazımsız xərclərdən uzaq durmaq faydalı olacaq. Eyni zamanda gözlənilməz bir qazanc və ya maraqlı təklif almaq ehtimalınız da var. Fürsəti vaxtında görmək vacibdir. İş həyatında isə sözünüz daha çox diqqət çəkəcək. Uzun müddətdir təxirə saldığınız bir söhbət və ya məsələ varsa, onu həll etmək üçün uyğun zamandır. Hazırda görünməyən bəzi proseslər gələcəkdə sizin xeyrinizə işləyə bilər. Sevgi sahəsində hissləriniz güclənir. Bir baxış, bir təbəssüm və ya səmimi bir söz ürəyinizdə böyük iz buraxa bilər. Yaxın insanınıza vaxt ayırmaq münasibətləri daha da istiləşdirəcək. Ailə daxilində isə kiminsə dəyişkən əhvalı diqqətinizi çəkə bilər. Belə vəziyyətlərdə səbirli olmaq daha doğru seçimdir. Bəzən insanlar sözlə deyil, davranışları ilə köməyə ehtiyac duyduqlarını göstərirlər. Axşam saatlarında dincəlməyə çalışın. Son günlərin yorğunluğu özünü hiss etdirə bilər. Keyfiyyətli yuxu həm bədəninizə, həm də ruhunuza yaxşı təsir göstərəcək. Sabahki uğurlarınız bugün özünüzə ayırdığınız vaxtdan başlaya bilər. Əkizlər burcu. Bugün Əkizlər burcu üçün hadisələrlə dolu maraqlı bir gündür. Səhərdən etibarən ətrafınızda baş verənlər sürətlənəcək və gözlənilməz xəbərlər ala bilərsiniz. Bəzi hadisələr sizi təəccübləndirəcək, amma məhz bu dəyişikliklər gününüzü maraqlı edəcək. Maddi sahədə vəziyyət yaxşılaşır. Sizi narahat edən borc və ya ödənişlə bağlı məsələ yüngülləşə bilər. Əlinizə keçən kiçik bir qazanc belə ahvalınızı yüksəldəcək. Bununla belə gələcəyə düşünərək hərəkət etmək daha faydalıdır. İş həyatında çevikliyiniz sizə üstünlük qazandıracaq. Başqalarının çıxış yolu tapa bilmədiyi yerdə siz düzgün qərar verə biləcəksiniz. Kiçik görünən imkanlar böyük uğurların başlanğıcı ola bilər. Sevgi həyatında isə isti və səmimi enerji hiss olunur. Son vaxtlar yaranan narazılıqlar aradan qalxa bilər. Sevdiyiniz insanla açıq söhbət münasibətlərinizi daha da gücləndirəcək. Axşam saatlarında uzun telefon danışığı sizi emosional olaraq rahatlaşdıra bilər.
Ailə və dostlarla keçirilən vaxt gününüzə xüsusi rəng qatacaq. Gözlənilməz qonaqlar və ya bir toplantı planlarınızı dəyişsə də xoş xatirələr yaradacaq. Günün sonunda özünüzə istirahət verməyi unutmayın. Son günlər beyniniz çox yüklənib, biraz sakitlik və rahatlıq sizə yaxşı təsir göstərəcək. Bugün həyat sizə vacib bir mesaj verir. Hər şeyi eyni anda həll etməyə ehtiyac yoxdur. Bəzən sadəcə anın dadını çıxarmaq kifayətdir. Xərçəng burcu. Bugün Xərçəng burcu üçün hisslərlə zəngin bir gündür. Son günlər yığılan duyğular daha güclü şəkildə üzə çıxa bilər. Özünüzü biraz narahat hiss etsəniz belə tələsmədən qərar vermək daha doğru olacaq. Ətrafınızdakı insanlar sizdəki xüsusi cazibəni hiss edəcəklər. Sizinlə söhbət etmək və fikirlərinizi dinləmək istəyənlər arta bilər. Bugün sözləriniz başqaları üçün düşündüyünüzdən daha vacib olacaq. Maliyyə mövzusunda diqqətli olmaq lazımdır. Gözünüzə xoş görünən hər şeyi almaq istəyə bilərsiniz. Amma sonradan peşman olmamaq üçün xərcləri nəzarətdə saxlamaq vacibdir. Pul qazanmaqdan çox onu qorumaq ön plana çıxır. İş həyatında böyük sıçrayışlardan çox sabit irəliləyişlər önəm daşıyır. Hazırda görünməyən bəzi proseslər gələcək uğurların əsasını qoyur. Kiçik nailiyyətləri dəyərləndirin. Sevgi sahəsində isə isti və səmimi enerji hiss olunur. Sevdiyiniz insanın diqqəti sizə böyük rahatlıq verəcək. Son vaxtlar yaranan anlaşılmazlıqları aradan qaldırmaq üçün alverişli zamandır. Axşam saatlarında səyahət, yeni plan və ya maraqlı tanışlıq haqqında düşünə bilərsiniz. Həyatınıza yeni rəng qatan hadisələr baş verə bilər. Bugün ürəyinizə güvənin. Çünki bəzi həqiqətləri hisslər ağlınızdan daha tez anlayır. Şir burcu. Bugün Şir burcu üçün diqqət mərkəzində olmaq günü ola bilər. İnsanlar sizin davranışlarınıza və enerjinizə daha çox reaksiya verəcəklər. Hətta siz danışmadan belə varlığınız hiss olunacaq. Maliyyə baxımından isə gözlənilməz bir dəstək alma ehtimalınız var. Öz pulunuzu xərcləməyə tələsməyə bilərsiniz. Çünki ailədən və ya yaxın bir böyükdən yardım gələ bilər. Bu sizə rahatlıq versə də düzgün istifadə etmək vacibdir. Ətrafınızdakı insanlar sizə yaxınlaşmaq və dost olmaq istəyəcək. Yeni tanışlıqlar yarana bilər, amma hər birinə dərhal tam güvənmək düzgün olmaz. Seçici olmaq sizə fayda verəcək. Sevgi həyatında isə maraqlı bir tanışlıq mümkündür. Tək olanlar üçün yeni başlanğıclar ola bilər. Amma tələsməyin, qarşı tərəfi yaxşı tanımağa çalışın. Ailə münasibətlərində isə diqqətli olmaq lazımdır. Kiçik bir anlaşılmazlıq böyük mübahisəyə çevrilə bilər. Sakit qalmaq və düşünərək danışmaq ən doğru seçimdir. Günün sonunda isə bədəniniz dincəlmək istəyəcək. Stres və gərginliyi azaltmaq vacibdir. Dərin nəfəs almaq və sakit vaxt keçirmək sizə yaxşı təsir edəcək. Qız burcu. Bugün Qız burcu üçün sakit, amma vacib mesajlarla dolu bir gündür. Xaricdən hər şey normal görünür. Lakin daxilınızda özünüzü və bədəninizi daha yaxşı anlamağa başlayırsınız. Bədəniniz sizə açıq siqnallar verir və onları dinləmək vacibdir. Qidalanma və gündəlik rejim bugün əhvalınıza birbaşa təsir edəcək. Düzgün qayğı göstərsəniz, gün daha rahat keçəcək. Özünüzü yormamaq və bədəniniz ritminə uyğun hərəkət etmək önəmlidir. İş sahəsində isə gecikmiş işlər tədricən yoluna düşə bilər. Kiçik görünən imkanlar gözlənilmədən böyük nəticələr verə bilər. Komanda ilə işləmək bugün sizə daha çox fayda gətirəcək. Maliyyə məsələlərində diqqətli olun. Lazımsız xərclərə meyl yarana bilər. Alış-veriş etməzdən əvvəl yaxşı düşünmək vacibdir. Sevgi həyatında hisslər daha həssas və dərin olacaq. Sevdiyiniz insanın diqqətini daha çox hiss edə bilərsiniz və ya onun yoxluğu sizə təsir edə bilər. Emosiyalar incədir. Ona görə də sözlərinizə diqqət edin. Günün sonunda isə istirahət etmək ən yaxşı seçimdir. Sakitlik və rahatlıq sizə güc verəcək. Həddindən artıq yüklənməkdən uzaq durun və bədəninizə qulaq asın. Terazi burcu. Terazi burcu üçün bugün tamamilə qarışıq, amma bir o qədər də maraqlı bir gün kimi başlayır. Səhər özünüzü biraz yorğun hiss edə bilərsiniz. Sanki bədən mənə fasilə ver deyir.
Bu hissi görməzdən gəlməyin. Biraz dincəlmək, bədəni rahatlatmaq, hətta sadə bir mesaj belə sizə ciddi yüngüllük verə bilər. Günün ortasında isə gözlənilməz bir xəbər və ya imkan qarşınıza çıxa bilər. Xüsusilə pul, borc və ya maddi məsələlərlə bağlı. Əgər uzun zamandır bir iş üçün addım atmaq istəyirsinizsə, indi hərəkət etmək üçün alverişli zamandır. Təhsil və ya planlarla bağlı mövzularda gündəmdə olacaq. Diqqətinizi bir yerə toplamaq çətin ola bilər, çünki ətrafınızda diqqətinizi yayındıran çox şey var. Ailə ilə kiçik anlaşılmazlıqlar mümkündür. Xüsusilə vaxtınızı necə keçirdiyinizə bağlı. Onların dediklərini tam rədd etmək əvəzinə ortaq nöqtə tapmağa çalışsanız vəziyyət tez yumşalar. Sevgi tərəfində isə biraz gərginlik var və eyni zamanda səmimiyyət də var. Keçmişdə incitdiyiniz və ya incidiyiniz bir mövzu yenidən gündəmə gələ bilər, amma bu dəfə onu bağlamaq şansınız var. Səmimi danışıq hər şeyi dəyişə bilər. İçinizdə saxladığınız sözləri deməkdən qorxmayın. Günün sonuna doğru isə xoş bir rahatlama hissi gəlir. Uzun müddətdir içinizdə daşıdığınız gərginlik azalır. Yuxunuz düzəlir və özünüzü daha yüngül hiss edərsiniz. Bəzi tərazilər qısa səfərə çıxmaq və ya yeni bir mühit görmək imkanı tapa bilərlər. Yorucu olsa da nəticəsi sizi qane edəcək. Bugünün dərsi sadədir. Özünüzü çox yormayın, amma fürsətləri də qaçırmayın. Akrep burcu. Akrep burcu üçün bugün sanki sizin iş dünyanızla real həyat arasında incə bir xətt yaranır. Səhər özünüzü daha yüngül və sakit hiss edə bilərsiniz. Amma bu rahatlıq sizi aldatmamalıdır. Bədəninizin verdiyi siqnallara diqqət yetirmək vacibdir. Yorğunluq və gərginlik xüsusilə qarın və aşağı bölgədə özünü göstərə bilər. Buna görə özünüzü məcbur etməyin. Biraz yavaşlamaq sizə fayda verəcək. Bugün istirahət, tənbəllik deyil, əksinə özünüzü toparlamağın ən doğru yoludur. Gün ərzində maddi tərəfdən gözlənilməz bir imkan yarana bilər. Pul və ya qazanc ilə bağlı kiçik bir fürsət qarşınıza çıxa bilər, amma hər addımı diqqətlə atmaq vacibdir. Tələsik qərarlar sonradan sizə əlavə yük gətirə bilər. Eyni zamanda kiməsə kömək etmək və ya xeyirxah bir addım atmaq sizə daxili rahatlıq verəcək. İş və ya şəxsi planlarda bəzi gərginliklər yaşana bilər. Kiminsə sizin qərarlarınızı sorğulaması sizi narahat edə bilər. Amma burada əsas məsələ emosional reaksiya vermək deyil, vəziyyəti düzgün analiz etməkdir. Sizi deyilən hər sözün içində bir həqiqət payı ola bilər. Bunu seçmək və dəyərləndirmək sizin gücünüzdür. Münasibətlərdə isə güzgü effekti var. Qarşınızdakı insan sizə sanki özünüzü göstərir. Bugün səmimiyyət ən güclü vasitəniz olacaq. Gizlənmiş hisslər və ya yarımçıq söhbətlər ortaya çıxa bilər. Amma bu dəfə onları həll etmək mümkündür. Günün sonunda isə sizdə qəribə bir yüngüllük hissi yaranacaq. Sanki üzərinizdən bir yük azalır. Evdə sakit vaxt keçirmək, film izləmək və ya sadə düşünmək sizə yaxşı təsir edəcək. Bu günün mesajı aydındır. Özünüzü sıxmayın, amma gerçəyə də görməzlikdən gəlməyin. Oxatan burcu. Oxatan burcu üçün bugün qarışıq hisslərin və eyni zamanda yeni imkanların günü kimi başlayır. Səhər özünüzü biraz dalğın və emosional hiss edə bilərsiniz. Amma ətrafınızdakı insanlar sizin mehriban davranışınızı görüb bunu qiymətləndirəcəklər. Siz danışmadan belə diqqət çəkə bilərsiniz. İnsanlar sizin haqqınızda yaxşı sözlər deyə bilər. Bu da özünüzə inamınızı artıracaq. Maddi mövzularda isə diqqətli olmalısınız. Xüsusilə əmlak, pul və uzun müddətli planlarla bağlı qərarlar gündəmə gələ bilər. Burada tələsmək yox, düşünərək addım atmaq vacibdir. Əgər düzgün seçim etsəniz, gələcəkdə sizə xeyir gətirə bilər. Ailə və ev həyatı ümumilikdə sakit görünür. Amma günün sonunda kiçik bir anlaşılmazlıq və ya inciklik ehtimalı var. Xüsusilə yaxın bir insanla fikir ayrılığı yaşaya bilərsiniz. Bu anlarda sözlərinizə diqqət edin. Keçmiş mövzuları yenidən açmaq vəziyyəti daha da gərginləşdirə bilər. Sevgi həyatınızda isə biraz qarışıqlıq var. Sizin davranışlarınız bəzən qarşı tərəfə çaşdıra bilər və bu münasibətdə gərginlik yarada bilər. Burada əsas məsələ səmimiyyətdir. Gizlətmək yox, açıq danışmaq daha yaxşı nəticə verəcək.
Günün ikinci yarısında ailə ilə görüş və ya qohum ziyarəti planlana bilər. Bu görüş ümumilikdə yaxşı keçsə də, xırda bir söz və ya köhnə bir mövzu atmosferi poza bilər. Buna görə sakit qalmaq vacibdir. Günün sonunda isə tək qalmaq, düşünmək və özünüzü toparlamaq istəyəcəksiniz. Biraz dincəlmək, telefonu kənara qoymaq və sakitlik sizə çox yaxşı təsir edəcək. Bu günün mesajı aydındır. Sakit qalın, tələsməyin və hər sözü ölçüb biçin. Oğlaq burcu. Bu gün sizin üçün həm daxili aləminizi, həm də ətrafınızdakı münasibətləri silkeləyən, amma sonda yüngüllük və rahatlıq gətirən bir gün kimi görünür. Səhər özünüzü biraz zəif və yorğun hiss edə bilərsiniz. Sanki bədəniniz məni zorlamayın deyir. Özünüzü məcbur etmək əvəzinə sakit qalmaq daha doğru seçim olacaq. Xüsusilə oynaqlar, əzalalar və ümumi fiziki vəziyyətinizə diqqət yetirməlisiniz. Yüngül hərəkətlər və isinmə sizə çox kömək edə bilər. Bugün böyük nəticələrdən çox özünüzü necə hiss etməyiniz daha önəmlidir. Günün ortasında iş və gündəlik planlar daha rahat axacaq. Dedikləriniz qarşı tərəf tərəfindən yaxşı qəbul oluna bilər. İdeyalarınız isə dəstək görə bilər. Mübarizə aparmağa ehtiyac yoxdur. Sadəcə öz ritminizlə davam edin. Amma eyni zamanda vacib işləri düzgün planlaşdırmayı unutmayın. Çünki hər şey eyni dərəcədə vacib deyil. Maddi məsələlərdə isə biraz diqqətli olmalısınız. Xüsusilə impulsiv xərclər və düşünmədən atılan addımlar sonradan peşmanlıq yarada bilər. Bugün qararları tək vermək əvəzinə bir nəfərlə məsləhətləşmək sizə daha düzgün yol göstərə bilər. Münasibətlərdə emosiyalar daha güclü olacaq. Sözləriniz və reaksiyalarınız ətrafınızdakı insanlara daha çox təsir edə bilər. Buna görə sakit qalmaq vacibdir. Kiçik anlaşılmazlıqlar böyüyə bilər, amma düzgün yanaşma ilə hər şey tez bir zamanda düzələ bilər. Eyni zamanda yaxın insanlarla vaxt keçirmək, film izləmək və ya sadə görüşlər münasibətləri gücləndirə bilər. Günün sonunda isə daha xoş və rahat bir enerji hiss olunacaq. Dostlarla vaxt keçirmək, evdə sakit mühit və ya sadəcə istirahət sizə yaxşı təsir edəcək. Bu günün mesajı aydındır. Özünüzü yormayın, emosiyalara qapılmayın, amma həyatdan da uzaqlaşmayın. Dolça burcu. Dolça burcu üçün bu gün daha çox daxili balans, düşüncə və özünü qoruma mövzuları ön plana çıxır. Səhərdən etibarən bədəninizə diqqət etməlisiniz. Yorğunluq və gərginlik siqnalları özünü göstərə bilər. Özünü məcbur etmək əvəzinə biraz yavaşlamaq sizə daha çox fayda verəcək. Qısqa fasilələr və sakit anlar günün ritminə daha rahat edəcək. Uzun yol və ya səfər planlarınız varsa, ümumilikdə uğurlu görünür, amma enerjinizi düzgün bölmək vacibdir. Sürətlə hərəkət etmək yox, ağıllı davranmaq sizə daha yaxşı nəticə verəcək. Bugün çox etmək deyil, düzgün etmək günüdür. Maddi məsələlərdə diqqətli olmalısınız. Xüsusilə xərclər və pul yığımı ilə bağlı qərarlar sonradan təsir göstərə bilər. İndi etdiyiniz seçimlər yaxın günlərdə sizə ya rahatlıq, ya da peşmanlıq gətirə bilər. Buna görə tələsməyin. Ailə həyatı ümumilikdə sakit və rahat axır. Evdə mehribanlıq və anlayış hissi güclənir. Hətta kiçik bir söhbət və ya jest belə münasibətlərə daha da isti edə bilər. Sevgi tərəfində isə münasibəti canlı saxlamaq üçün diqqət və səmimiyyət önəmlidir. Böyük sözləri yox, sadə və real davranışlar daha çox təsir edəcək. Günün ortasında iş və məsuliyyətlərlə bağlı biraz gərginlik ola bilər. Kiminsə sizi səbrinizi yoxladığı bir vəziyyət yarana bilər. Burada əsas məsələ emosiyaya qapılmamaqdır. Sakit qalmaq sizə daha üstünlük qazandıracaq. Günün sonunda isə dostlardan gələn xoş söz və ya səmimi bir tərif ruhunuzu qaldıra bilər. Özünüzü tənqid etmək əvəzinə kiçik uğurlarınızı qəbul etmək üçün yaxşı gündür. Bu günün mesajı belədir. Özünüzü yormayın, ağıllı xərcləyin və sakitliyin dəyərini unutmayın. Balıq burcu. Bugün sizin üçün sakit, amma içində dərin dəyişikliklər daşıyan bir gün kimi görünür. Səhərdən etibarən bədəninizdə yüngüllük və rahatlıq hissi ola bilər. Sanki hər şey öz yerindədir. Nə çox enerji, nə də yorğunluq. Bu vəziyyətdən istifadə edib özünüzü biraz toparlamaq, yuxunuzu düzəltmək və sağlam vərdişlərə diqqət etmək üçün yaxşı fürsətdir.
daxilən isə daha həssas və intuitiv ola bilərsiniz. Kiçik işarələr, insanların davranışları və ya gündəlik hadisələr sizə daha dərin mənalar verə bilər. Bəzi hisslər izah olunmasa da, içinizdə güclü bir istiqamət hissi yarana bilər. Bugün ürəyiniz səsini tam susturmaq düzgün olmaz, amma qərar verərkən ağıllı da yoxlamaq vacibdir. İş və gündəlik fəaliyyətlərdə isə sakit, amma sabit irəliləyiş var. Böyük dəyişikliklər və ya dramalar gözlənilmir. Əvəzində kiçik, amma vacib addımlar atmaq üçün uyğun zamandır. Yazışmalar, planlar və yarımçıq qalan işlər üçün məhsuldar bir gündür. Maliyyə mövzusunda isə diqqətli olmaq vacibdir. Gözlənilməz bir ehtiyac və ya xərclə qarşılaşa bilərsiniz və bu sizi bir anlıq narahat edə bilər. Bu vəziyyət sizə pulun dəyərini daha real şəkildə xatırladacaq. Planlı davranmaq indi xüsusilə önəmlidir. Ailə münasibətləri ön plandadır. Yaxınlarınıza vaxt ayırmaq, onlara diqqət göstərmək və birlikdə sakit anlar keçirmək münasibətləri gücləndirəcək. Sevgi həyatında isə kiçik anlaşılmazlıq və ya köhnə bir mövzu yenidən gündəmə gələ bilər. Amma günün sonunda hər şey yumşalacaq və sakitlaşacaq. Günün sonunda isə düşünmək üçün kifayət qədər vaxtınız olacaq. Amma boş xəyallara qapılmaq əvəzinə real planlar qurmaq sizə daha çox fayda verəcək. Bu günün mesajı aydındır. Sakitliyi qiymətləndirin. Amma hərəkət etməyi də unutmayın. Dəyərli izləyicilər, bugünkü burc proqnozlarımızın sonu bundan ibarətdir. Ümid edirəm sizə faydalı və maraqlı oldu. Əgər bəyəndinizsə videoya like qoymağı və kanalımıza abunə olmağı unutmayın. Şərhlərdə öz burcunuzu yazın. Sizdə bu gün necə keçdi? Oxşadı ya yox? Sabah yeni proqnozlarla yenidən görüşəcəyik. Özünüzə yaxşı baxın və ulduzların enerjisini hiss edin.